Düz xətlər hərəkət edən iki cismin hərəkət ənlikləri uyğun olaraq x1 və x2 şəklindədir. 5-ci saniyənin sonunda bu cisimlər arasındakı məsafə 15 metr olmuşdur. Başlanğıc zaman anında bu cisimlər arasındakı məsafəni hesablayın. Deməli, deyir ki, 5-ci saniyənin sonunda bu cisimlər arasındakı məsafə 15 metrdir. Yəni x2 minus x1 bərabərdir 15 metr olacaq. Yəni sonuncudan əvvəli çıxanda artıq 15 metr məsafə olmalıdır. Və zamanında 5 saniyə verib. Bir-bir tənliklərin yerinə yazaq. X2 olacaq, x0 üstə gəlinsin, 6 vurulsun 5. X1 də bərabərdir. 60 çıxılsın 4 vurulsun 5. Tənliklər bu formada olur. Gətirib yerinə yazanda olur x0 üstə gəlinsin 30, çıxılsın 60, üstə gəlinsin 20. Bu da bərabərdir 15 metrə. Buradan x0 tapırıq ki, 25 metr olur. Və deməli, x1-in, yəni birinci cismin başlanğıc koordinatı 60-dır. İkinci cismin başlanğıc koordinatı isə 25-dir. Bunlar arasındakı məsafə də 35 metr olacaq. Cavab C variantı. 32-ci sual. S yerdəyişmə vektorunun x, y oxları üzrə proyeksiyalarını və modulunu hesablayın. Deməli, bizə bu formada bir S vektoru verilmişdir. Bunun x oxu və y oxu üzrə proyeksiyalarını. X oxu üzrə proyeksiyasını tapanda x çıxılsın x0 yazırıq. İndi baxırıq ki, bunun başlanğıcı və sonu sadəcə 3 koordinatındadır. Yəni başlanğıcı da 3-dür, sonu da 3-dür. Onda bunun yer dəyişməsi 0 olacaq. Sonra y oxu üzrə yer dəyişməsinə baxanda, deməli, bunun sonu 6-dır. Başlanğıcı isə 1 metrdir. Yəni 6 çıxılsın 1 bərabərdir 5. Bunun artıq y oxu üzrə proyeksiyası 5 metrdir. Modulunu tapanda isə s bərabərdir kök altında sx-in kvadratı üstə gəlsin sy kvadratıdır. Gətirib yerinə yazırıq. Sx üçün 0 aldıq. 0-ın kvadratı üstə gəlsin sy də artıq 5-dir. 5-in kvadratı. Bundan da kök alıb çıxanda sadəcə 5 qalır. Yəni D variantı olacaq. 33. Çevrə üzrə bərabər sürətlə hərəkət edən cisim 5 saniyə ərzində A nöqtəsindən B nöqtəsinə çatır və AB qövsünün uzunluğu 30 metrdir. Cismin yerdəyişməyə görə orta sürətini hesablayın. Deməli, cisim A nöqtəsindən B nöqtəsinə 5 saniyə ərzində gəlir. Yəni T bərabərdir 5 saniyədir. Və A-dan B-yə qədər qövsün uzunluğu isə 30 metrdir. Çevrənin uzunluğu L bərabərdir 2 pi yerdən tapılır. A-dan B-yə isə çevrənin yarısı qədər gəlir. Ona görə L1 bərabərdir pi yer olacaq. Bu da 30 metrdir. Onda biz buradan sadəcə radiusu tapa bilərik. 30 bölünsün pi. Pi-nin də təqribi qiymətini 3 verib və onda radiusumuz 10 metr olacaq. Bunu qeyd edirik. Sonra yerdəyişməyə görə orta sürəti istəyir. Deməli, bu orta bərabərdir. S yerdəyişmə bölünsün T formasında olur. Zamanı 5 saniyə verib. Yerdəyişməmiz isə çevrənin yarısı qədər gəlib. Yəni, T bərabərdir 2də 1 T period ərzində gəlib. Yarım period ərzində cismin yerdəyişməsi S yerdəyişmə bərabərdir 2 yer olur. Gətirib yerinə qoyuruq. Yerdəyişmənin yerinə 2 yer yazırıq. Zaman isə 5-dir. 2 vurulsun. Radiusu tapdıqca 10 metrdir. 10 bölünsün 5. Bu da 2. Cavab 4 metr böl saniyə olacaq. Növbəti sual 34. 4 metr radiusu çevrə üzrə bərabər sürətlə hərəkət edən maddi nöqtənin radius vektorunun dönmə bucağının asıllıq tənliyi fi bərabərdir 2t şəklindədir. Maddi nöqtənin mərkəzi qaçma təcilini hesablayın. Deməli, fi bərabərdir 2t'dir. Bu da əslində fi bərabərdir omega t düsturundan alınır. Onda bizim burada omegamız 2-yə bərabərdir. Yazırıq, omega bərabərdir 2. Radiusu verib, r bərabərdir 4 metrdir. Sonra mərkəzi qaçma təcilini istəyir. Mərkəzi qaçma təcilini düsturda A bərabərdir omega kvadratı R formasındadır. Omeganın qiymətini tapdığı 2-də, onun kvadratı 4 olacaq. Radiusu da bizə 4 verib. Olur 16 metr bölünsün saniyə kvadratı olur. C variantı. 35. Kütlələri M1 bərabərdir 500 qram və M2 bərabərdir 800 qram olan iki cismin qarşılıqlı təsir zamanı birinci cismin ikinci cismə 0,4 Newton qüvvə ilə təsir edir. Qarşılıqlı təsir zamanı birinci cismin aldığı təcilin qiymətini hesablayın. Deməli, burada açar söz qarşılıqlı təsirdir. Birinci cismin ikinci cismə 0,4 Newton qüvvə ilə təsir edir və qarşılıqlı təsir zamanı olur. Yəni, burada qarşılıqlı təsir Newton 3-cü qanunun açar sözdür. F1 bərabərdir F2 bərabərdir 0,4 Newton olacaq. Sonra deyir ki, birinci cismin aldığı təcili tapın. Yəni, birinci cismin təcili A1 bərabərdir. Burada da artıq Newtonun ikinci qanunu yazırıq. F1 bölünsün M1 formasında. F1 də F2 də 0,4'dür. Onda yerinə yazırıq. 0,4 bölünsün. M1 500 qramdır. M1'i 500 qram olaraq yazıb, onu da kiloqrama çevirməliyik. O da olur 0,5 kiloqram. Yerinə yazanda 0,5 kiloqram. Bu da 0,8 metr bölünsün saniyə kvadratı olur. Yəni, B variantıdır. 37.
36. Üfüqi səth üzərində sükunətdə olan verilmiş kütləli cisim F qüvvəsinin təsiri ilə hərəkət etdirilir. Cismin təcrübəsinin F qüvvəsinin qiymətindən asılılıq qrafikinə əsasən onun kütləsini hesablayın. Deməli, baxırıq, əvvəlcə sükunətdədir, sonra artıq bir V sürəti ilə hərəkət etməyə başlayır və burada deməli, artıq qüvvə müəyyən bir bucaq altındadır. Müəyyən bucaq altında verilərsə, bitişik olan tərəfi biz kosinus qəbul edirik. Yəni, Fx bərabərdir, F vurulsun kosinus alfa formasında yazırıq. Və Newtonun ikinci qanununa əsasən əvəzləyici qüvvəni yazanda ifadəmiz A bərabərdir, F əvəzləyici bölünsün M formasında olur. Əvəzləyici qüvvəmiz də sadəcə F kosinus alfadır. Çünki bu cismi hərəkətə gətirən yalnız X qüvvəsidir və onun da yerinə F kosinus alfa yazırıq və beləliklə F kosinus alfa bölünsün M formasında olur. Bizdən də cismin kütləsini istəyir. M də bərabərdir F kosinus alfa bölünsün A. Gətirib yerinə qoyuruq. Baxırıq ki, qrafikdə F-imiz 50-dir. Qüvvə 50 olanda təcili də 2 olur. Yerinə yazıram 50 vurulsun. Kosinus alfanın qiyməti 0,8 verib. Təcilin qiyməti də 2-dir. Bunu hesablayaraq olur 20 kiloqram. B variantı. 37-ci sual. Uzanmayan çəkisiz ipdən asılmış yüklər sisteminin təcili 2 metr bölü saniyə kvadrat olarsa, ikinci cismin kütləsini hesablayın. M1 bərabərdir 6 kiloqramdır. Deməli, birinci M1 cisminə təsir edən qüvvələri təyin edək. Deməli, aşağıya doğru M1J ağırlıq qüvvəsi var və ipdən asıldığına görə yuxarıya doğru bir T gərilmə qüvvəsi vardı və burada da təcilin istiqamətini aşağıya doğru verib. Digər tərəfdə M2 cisminə yenə aşağıya doğru M2J ağırlıq qüvvəsi təsir edir və bu ipdən asıldığına görə T gərilmə qüvvəsi olacaq. Və deməli, bunda da təcil artıq yuxarıya doğru olur. Yəni, cisim yuxarıya doğru dartılır. Bu tərəfdə isə aşağıya düşür. Onda tənlikləri qururuq. Birinci, bu hissə üçün tənliyi qururuq. Təcil aşağıya doğru olduğuna görə, yəni bizim ən böyük qüvvəmiz M1J olduğuna görə yazıram. M1J çıxılsın T bərabərdir M1A-ya. Buradan T-ni tapıram. T də bərabər olacaq. M1-i mörtəzə xərcinə çıxardırıq və J çıxılsın A formasında olur. Gətirib yerinə qoyuruq. M1-i verib 6 kiloqram. J 10-dur, A da 2-dir. Yerinə qoyanda 48 Newton gərilmə qüvvəsi olur. İndi ikinci tərəfdən işləyirik. Burada baxırıq. Deməli, bizim təcilimiz yuxarıya doğrudur və ona görə ən böyük qüvvə T olacaq. T çıxılsın M2J bərabərdir M2A-ya. Hər bir tərəf üçün əvəzləyici qüvvəni yazırıq. Buradan da M2-ni çıxardırıq mörtəzə xaricinə. A üstə gəlinsin J bərabərdir T formasında olur. Buradan M2 bərabərdir T bölünsün A plus J-dir. Gətirib yerinə qoyuruq. T üçün 48 Newton aldıq. 48 bölünsün. Təcil 2-dir. Sərbəst düşmə təcilinin qiyməti isə 10-dur. Bu da olacaq 4 kiloqram. Cavab C variantı. 38-ci sual. Əvəzləyici qüvvənin sabit qiymətində cismin aldığı təcilin onun kütləsinə asılılıq qrafiki. Deməli, əvəzləyici qüvvənin sabit qiyməti deyirsə, yəni F konstantdır. İndi yazırıq. Newtonun ikinci qanununa görə A bərabərdir F bölünsün M-dir. Əgər qüvvə sabit olarsa, onda təcillə kütlə bir-biri ilə tərs asılı olacaq. Ona görə də B variantı. 39. İki eyni kütləli cismin K nöqtəsində yeşim qravitasiya sahəsinin intensivliyi hansı istiqamətdə yönələr? Bilirik ki, qravitasiya sahəsinin intensivliyi hər zaman yerin mərkəzinə doğru yönəlir. Bizdə də bu 1 və 2 cisimləri verilib. Onda qravitasiya sahəsinin intensivliyi onların mərkəzinə doğru olacaq. Yəni, bu xətt üzrə K nöqtəsindən birinci cismin intensivliyi J1 yazılacaq və cismin mərkəzinə doğru yönələcək. İkinci cisim üçün isə qravitasiya sahəsinin intensivliyi yenə onun mərkəzinə doğru yönələcək. J2 də artıq cismin mərkəzinə doğru yönəlir. Və biz yekun qravitasiya sahəsinin intensivliyini tapanda burada müəyyən bir alfa bucağı yaranır. Burada da yekun qravitasiya sahəsinin intensivliyi diaqonal formasında aşağıya doğru yönələcək. Bu artıq burada bir paraleloqram yaradacaq. Və yekun qravitasiya sahəsinin intensivliyi aşağı formadadır. Yəni Y variantıdır. 40-cı sual. Verilmiş kütləli kosmik cəmiyə təsir edən ağırlıq qüvvəsinin yer səthindən olan hündürlükdən asılılıq qrafiki hansıdır? Normal qayda olaraq ağırlıq qüvvəsini biz F ağırlıq bərabərdir mc formasında tapırıq. Əgər cismi yer səthində olarsa, yəni bizə bir yer kürəsi verilərsə və bir də balaca cisim verilərsə, yer səthində olan cism üçün ağırlıq qüvvəsini yazanda F ağırlıq bərabərdir J vurulsun, M vurulsun, böyük M, balaca M cismin kütləsidir, böyük M isə planetin kütləsidir. Bölünsün R kvadratı olur. Yox, əgər bizim cismimiz müəyyən hündürlükdə olarsa, yəni bir h qədər hündürlükdə olarsa, onda ağırlıq qüvvəsini yazırıq ki, F ağırlıq bərabərdir J vurulsun, M vurulsun, böyük M, bölünsün R plus h-ın kvadratı. Onda baxırıq ki, ağırlıq qüvvəmiz hündürlüyü ilə tərs asılıdır. Ancaq müəyyən bir nöqtədən başlayaraq tərs asılı olacaq. Ona görə Y variantıdır. 41. Cisim yer səthindən 60 metr hündürlükdən sərbəst düşür. 3-cü saniyənin sonunda bu cismin yer səthindən olan hündürlüyünü hesablayın. Deməli, əvvəlcə şəkil çəkirik. Bir dənə cisimdir.
yer səthinə doğru V0 bərabərdir 0 sürəti ilə aşağı düşür, sərbəst düşür və buranın hündürlüyü isə 60 metr verilib. Cismin müəyyən anda yerdən olan hündürlüyünü istəyir. Yəni 3 saniyə sonra cisim artıq gəlir bu formada olacaq. Bura qədər gələnə qədər də bir H1 qədər məsafə gedəcək və burada olanda cismin yer səthindən olan hündürlüyünü istəyir. Yəni buradan bura qədər olan məsafəni isə H0 qəbul edək. Onda biz H0-ı tapmaq üçün yazırıq H0 bərabərdir 60 metr çıxılsın H1. H1 də cismin müəyyən anda yerdən olan hündürlüyüdür. H1-i tapanda demək sərbəst düşmə olduğuna görə sadəcə RT kvadratı bölünsün 2 üstündən istifadə edirik. Sərbəst düşmə təcrübəsinin qiyməti 10-dur. Zamanında 3 saniyə sonra artıq cisim gəlib burada dayanıb. Ona görə zamanın yerinə 3-ün kvadratı yazırıq. Yəni 9 bölünsün 2. O da 45 metr eləyir. Və onda H0-ı tapanda 60 çıxılsın 45 yazırıq. O da bizə 15 metr verəcək. A variantı. 42-ci sual. Yer səthində sərbəst düşmə təcili hansı ifadə ilə təyin olunur? Sərbəst düşmə təcili yer səthində J bərabərdir R M bölünsün R kvadrat olacaq. D variantı. 43. İki maddi nöqtə arasındakı məsafəni 2 dəfə azaltdıqda onlar arasındakı cazibə qüvvəsinin modulu necə dəyişər? Deməli, iki maddi nöqtə arasındakı məsafə vardı və cazibə qüvvəsi. Cazibə qanunu yazırıq. F bərabərdir R M1 vurulsun M2 bölünsün R kvadratı. Bu düsturdan da baxırıq ki, məsafə ilə cazibə qüvvəsi bir-biri ilə tərs asılıdır. Əgər radius 2 dəfə azalarsa, radiusun kvadratı ilə tərs asılı olduğuna görə cazibə qüvvəsi 4 dəfə artacaq. Onda elə A variantı. Sonra növbəti sual 44. Yer səthindən şaquli yuxarı atılmış cismin koordinatın zamandan asılı qrafik verilmişdir. 1, 2 və 3 nöqtələrinə uyğun sürətin qiymətləri arasında hansı münasibət doğrudur? Əgər bizə belə şaquli yuxarı atılmış cisim verilərsə, bir qayda olaraq bilirik ki, cisim yuxarıya qalxanda sürətin azalda gedir. Yəni yavaşlayan hərəkət eləyir. Sürətini azaldır, artıq təpə nöqtəsində onun sürəti 0 olur. Daha sonra 2-dən də aşağı düşməyə çalışır. Təpə nöqtəsindən aşağı doğru düşdükcə sürətini artırır. Sürətini artırırsa artıq yeniləşən hərəkət edir. Və baxırıq, deməli 2-də 0-dır. 2-də 0-dırsa A gedir, D gedir. Və B, C, Y variantları qalır. Sonra baxırıq, birinci və ikinci artıq eyni xəttin üzərindədir. Bunların sürətləri isə bir-birinə bərabər olacaq. V1, V3 bir-birinə bərabərdir. V2 də 0-dır. Y variantı. Sual. Verilmiş fiziki əməliyyatlardan hansının BCD vahidi Newtondur? Deməli, baxırıq. Sürətin vahidi metr bölünsün saniyədir. Təcridin vahidi metr bölünsün saniyə kvadratıdır. Kütlənin vahidi kiloqramdır. Sərtliyin vahidi isə kiloqram bölünsün saniyə kvadratıdır. Çəkinin vahidi isə Newton olacaq. Çünki çəki qüvvədir və qüvvənin də vahidi Newton olur. Ona görə C variantı olacaq. 6-cı sual. Sərtliyi 600 Newton bölünsün metr olan çəkisiz yayın gücsüz və yüklə birlikdə vəziyyətlər təsvir edilmişdir. Tarazlıqda olan sıxılmış yayın üzərindəki cismin kütləsi 3 kiloqram olarsa yayın uzunluğunu hesablayın. Deməli, əvvəlcə yayın üzərinə bir cisim qoyulmayıb və yayın öz uzunluğu bu qədərdir. Yəni x1 qədər uzunluğu var. Sonra m kütləli cismi yayın üzərinə qoyduqda artıq bu qədər sıxıldı. Yəni delta x qədər sıxıldı. Artıq onda yayın uzunluğu 20 sm oldu. Və deməli cisim aşağıya doğru hərəkət edirsə, bu cismin özünün aşağıya doğru bir mc ağırlıq qüvvəsi vardı. Digər tərəfdən isə cisim yayı aşağıya doğru dartdığına görə cismi əvvəlki vəziyyətinə qaytaran bir F elastiklik qüvvəsi vardı. Əgər cisim tarazlıqdadırsa, məsələdə də bizə tarazlıq şərti verir. Tarazlıqdadırsa, onda F elastikliyi mc-yə bərabər olmalıdır. Onda gətirib yerinə yazırıq. F elastikliyin yerinə kx yazırıq, mc də olduğu kimi qalır. Və burada kx əslində delta x deməkdir. Çünki bizə birinci və ikinci uzunluq verib. Buradan delta x-i tapıram. O da olacaq mc bölünsün k. Gətirib yerinə qoyuram. Cismin kütləsini bizə 3 kiloqram vermişdi. 3 vurulsun 10, sərtliyi də 600 Newton bölü metr verilib. Yerinə qoyub hesablayanda deməli 0,5 metr alınır. Və cavablardan hamısında santimetrlə verildiyinə görə bunu santimetrə çevirəndə 5 santimetr olur. Yəni bu delta x birincidən ikincinin uzunluğunu çıxmaq deməkdir. Yəni delta x bərabərdir x1 çıxılsın x2. Gətirib yerinə yazırıq. Delta x-i tapdıq ki 5 santimetrdir. x1-i bilmirik nə qədərdir. x2 isə 20 santimetrdir. Yerinə yazdıq 20 santimetr. Onda x1 bərabər olacaq 25 santimetrə. A variantı. 47-ci sual. Maili müstəvi üzərində sükunətli olan cismə təsir edən ağırlıq qüvvəsi və dayağın reaksiya qüvvəsi hansı istiqamətdə yönələr? Deməli, cisim maili müstəvi üzərində sükunətdədir. Cismə aşağıya doğru hər zaman mc ağırlıq qüvvəsi vardır. 3 və 4 burada ağırlıq qüvvəsinin proyeksiyalarıdır.
Və dayanan reaksiya qüvvəsi isə cismə perpendikulyar istiqamətdə yönəlir, yəni 2 istiqamətində. Ağırlıq qüvvəsi 4 istiqamətində olacaq və reaksiya qüvvəsi isə 2 istiqamətində, yəni D variantı. 48-ci sual. Kiçik deformasiyalarda elastiklik qüvvəsinin yayın uzanmasına asılılıq diaqramı verilmişdir. Hansı nöqtə yayın sərtliyinin ən kiçik qiymətinə uyğundur? Deməli, elastiklik qüvvəsini yazırıq. F elastiklik bərabərdir Kx formasında olur və sərtliyin ən kiçik qiyməti istəyir. K bərabərdir F elastiklik bölünsün X. Əgər deməli, K kiçik olacaqsa, elastiklik qüvvəsinin də kiçik qiymətini götürməliyik. Diaqram üzərində baxırıq. Elastiklik qüvvəsinin ən kiçik qiyməti bu hissəyə uyğundur və K-nın kiçik olması üçün X ən böyük olmalıdır. X-in də ən böyük qiymətini götürürük. Baxırıq ki, bu ikisinin ortaq nöqtə 4. Ona görə də cavabımız B variantı olacaq. 49. Hansı cihazlardan istifadə edərək kiçik ölçülü bir cins bərk cismin sıxlığını təyin etmək olar? Sıxlıq deməli ρ bərabərdir M bölünsün V düsturu ilə hesablanır. Deməli, burada əgər sıxlığı ölçən bir cihaz yoxdursa, M və V-ni ölçən cihazlardan istifadə edə bilərik. Kütləni ölçmək üçün tərəzidən istifadə olunur. Həcmi ölçmək üçün isə menzurkadan istifadə olunur. Yəni 2 və 4-ü götürməklə sıxlığı təyin edə bilərik. D variantı. Növbəti sual. Yer səthindən müəyyən hündürlükdən şaquli aşağı atılmış cismin Y koordinatının zamandan asılılıq qrafiki hansıdır? Deməli, müəyyən bir nöqtədən cisim aşağıya doğru atılıb. Onda bunun hündürlüyü aşağıya doğru azalacaq və cavab Y variantı olacaq. 51-ci sual. Elastikə deformasiya halında yayın uclarına təsir edən qüvvənin qiymətini 2 dəfə azaltdıqda onun sərtliyi və uzanması necə dəyişir? Deməli, F elastiklik bərabərdir Kx formasında yazılır. Buradakı yayın sərtliyi qüvvədən və mütləq uzanmadan asılı deyil. Sərtlik yalnız materialdan və həndəsi ölçülərdən asılıdır. Yəni SY bölünsün L0 düsturuna görə başlanğıc uzunluqdan, sahədən və Young modulundan asılıdır. Ona görə K dəyişməz olacaq. C, D, Y variantları getdi. Və buradan X-i tapanda bu düsturdan X bərabərdir F elastiklik bölünsün K olur. Deməli, mütləq uzanma qüvvə ilə düz mütənasibdir. Qüvvə 2 dəfə azalıbsa, onda X da 2 dəfə azalmalıdır. A variantı. Növbəti sual. Ağırlıq qüvvəsi və cismin çəkisi üçün Euler-Venn diaqramında uyğun ifadələri müəyyən edin. Deməli, vektorial cəmiyyətdir. Ağırlıq qüvvəsi də, cismin çəkisi də qüvvədir və hər ikisi vektorial cəmiyyətdir. Bir bunların ortaq cəhətidir. Ədədi qiymətcə dinamometrlə ölçülür. Bilirik ki, qüvvə dinamometrlə ölçülür. Ona görə hər ikisinin ortaq cəhəti 2 olacaq. Sərbəst düşmə zamanı 0 ola bilir. Sərbəst düşmə zamanı 0 olan cismin çəkisidir. 3-ü buraya əlavə elədik. Sonra cismin yer tərəfindən cəzb olunduğu qüvvədir. Bu da ağırlıq qüvvəsidir. 4-ü də buraya əlavə elədik. Onda elə B variantı olacaq. Növbəti sual 53. Açar sözlərdən müəyyən ardıcıllıqla istifadə edərək mətni tamamlayın. Deməli, çevrə üzrə hərəkət edən maddi nöqtənin vahid zamandakı dövrlərin sayıdır. Dövrlərin sayı dövr etmə tezliyidir. Yerinə yazırıq. Bura 3 gedir. Sonra maddi nöqtənin çevrə üzrə tam bir dövr etmə dövrünə sərf etdiyi zamandır. Bu da dövr etmə periodu olacaq. Yəni 4. 4-ü də bura qeyd elədik. Sonra dönmə bucağının bu dönməyə sərf olunan zamanın nisbəti ilə ölçülən fiziki cəmiyyətdir. Dönmə bucağının zamanı olan nisbəti bizə omeqanı verir. Yəni bucaq sürətini. İkini də gətirib bura qoyuruq. Sonra maddi nöqtənin çevrə üzrə hərəkət sürəti moduluna deyilir. Artıq bu da xətti sürət olacaq. Ardıcıllıq 3, 4, 2, 1 formasında olur. 54-cü sual. Düz xətlə hərəkət edən verilmiş kütləli cismin yol zaman tənliyi S bərabərdir 4T kvadratı şəklindədir. Cismə təsir edən əvəzləyici qüvvənin qiyməti 40 Newton olarsa, cismin kütləsini kiloqram ilə hesablayın. Deməli, bizə S bərabərdir 4T kvadratı formasında bir tənlik verib. Bu da əslində S bərabərdir AT kvadratı bölünsün 2 düsturudur. Onda bizim burada təcilimiz 4-ün 2 misli olacaq. Yəni təcil 8 olacaq. Yəni 8 metr bölünsün saniyə kvadratıdır. Sonra qüvvənin qiymətini verib. Qüvvə də bərabərdir 40 Newton. Newtonun ikinci qanununa görə biz kütləni tapa bilərik. F bərabərdir MA-dır. Gətirib buradan M-i tapanda M bərabərdir F bölünsün A olur. Yerinə qoyuruq. F 40 Newtondur, təcil isə 8-ə bərabərdir. Onda cismin kütləsi 5 kiloqram olacaq. 55-ci sual. İpdən asılmış cisim şaquli yuxarı istiqamətdə bərabər təcillə qaldırılır. Deməli, təcillə yuxarı qaldırılırsa, onda bizim təcillimizin istiqaməti yuxarı olacaq. Sonra, ipdə yarından gərilmə qüvvəsi ağırlıq qüvvəsindən 1,2 dəfə böyükdür. Yəni, T ağırlıq qüvvəsindən 1,2 dəfə böyükdür. Yəni, ağırlıq qüvvəsinin 1,2 mislinə bərabərdir. Və bu zaman təcilin modulunu hesablamaq lazımdır. Təcil tapmaq lazımdır. Yazırıq. Deməli, təcilimiz yuxarı olduğuna görə bizim ən böyük qüvvəmiz T-dir. Yəni, ipin gərilmə qüvvəsidir. Bir də cismin özünün aşağıya doğru mc ağırlıq qüvvəsi vardır. Gətirib yazırıq. T çıxılsın mc bərabərdir ma-ya. T-ni də dedik ki, mc-nin 1,2 mislinə bərabərdir. Gətirib yerinə qoyuruq. 1,2 mc çıxılsın mc bərabərdir ma olacaq. Hər tərəfdən m-lər ixtisar gedəcək. Olur 0,2j bərabərdir a.
Onda J'nin də qiymətini bilirik ki, 10-dur. Gətirib yerinə qoysaq 0,2 vurulsun 10. Bu da deməli 2 metr bölünsün saniyə kvadrat olacaq. 56. Düz xətlə hərəkət edən cismin sürəti modulunun zamandan asılı qrafiki verilmişdir. 1-2 nöqtələrinə uyğun cismin sürətinin və cismə təsir edən əvəzləyici qüvvənin modulları arasındakı münasibət doğrudur. Deməli, sürətə birinci baxaq. Baxırıq ki, birincinin sürəti buradan aşağıya doğru gəldi, yəni sürəti azaldı, yavaşlayan hərəkət elədi. İkinci cisim isə 2t0 anından artıq yeyinləşən hərəkət edir. Və deməli, birincinin sürəti buradan bura qədərdir. Yəni, sürət qrafikində gəlir bura düşür. İkincinin sürəti isə gəlir bura düşür. Baxırıq ki, V1 buradır, V2 də buradır. Onda qrafikdən göründüyü kimi V1 V2-dən böyük olacaq. Yəni 3-ü götürürük buradan. Digər tərəfdən təcili tapanda bu artıq bərabər təcili hərəkətdir. Təcillə işləyirik və təcillə əvəzləyici qüvvə də eyni istiqamətlidir. Onda birinci qrafikdən sadəcə təcili tapaq. Yəni A1 bərabərdir 0 çıxılsın V0 bölünsün 2T0. Əvəzləyici qüvvəni də götürəndə artıq təcillə eyni götürməliyik. Burada təcilin modulunu götürək. Olur V0 bölünsün 2T0. A2 olacaq. Deməli 2T0-dan 3T0-a qədər gəlir. Yəni sadəcə T0 zaman anında bunun sürəti V0-a qədər artır. Sadəcə olur V0 bölünsün T0. A1 ilə A2-ni müqayisə edəndə A2 A1-dən böyük olacaq. Təcillə əvəzləyici qüvvə eyni istiqamətli olduğuna görə F2 də F1-dən böyük olacaq. 4-cü. Cavab da 3, 4. Sonra deməli, şaquli aşağı istiqamətdə hərəkət edən liftin sürətinin modulunun zamandan asılı qrafiki verilmişdir. Şaquli aşağı hərəkət deyirsə, artıq burada V aşağıda. Və birinci qrafikə baxırıq. Bərabər yeyinləşən hərəkətdir. Bərabər yeyinləşən hərəkətdə V ilə təcil eyni istiqamətli olmalıdır. Yəni biz sürətlə təcili eyni istiqamətdə götürürük. Sürət aşağıdırsa, onda təcil də aşağı olmalıdır. Təcil aşağıdırsa, onda biz çəkini P bərabərdir M R minus A formasında yazırıq. Sonra ikinci tərəfə baxırıq. İkinci tərəf bərabər sürətli hərəkətdir. Bərabər sürətli hərəkətdə V konstantdır. Onda çəki də MJ-yə bərabər olacaq. Sonra üçüncü tərəfə baxırıq. Burada deməli yavaşlayan hərəkətin qrafikidir. Yavaşlayan və dedik ki, sürətimiz aşağıya doğrudur. Məsələn, şərtində aşağı vermişdik. Sürət aşağıdır və yavaşlayan hərəkətsə onda təcil yuxarı olmalıdır. Təcil yuxarıdırsa, onda çəki P bərabərdir MJ plus A formasında olacaq. Birinci bunları yazdıq. Sonra baxaq bizə hansı şərtlər verilib. Deməli, liftin təcili şaquli aşağı istiqamətdə yönəlmişdir. Hansında aşağı istiqamətdə yönəlir? Birincidə. Yeyinləşən hərəkət olduğuna görə. Onda 1-ə A gedir. Liftin təcili şaquli yuxarı istiqamətdə yönəlir. Deməli 3-ə T2, T3 zaman anına gedir. B-ni də bura əlavə elədik. Sonra liftdəki sərnişinin çəkisi onun sükunətdəki çəkisindən kiçikdir. Yəni ağırlıq qüvvəsindən daha kiçik olmalıdır. Bu da birinci aiddir. Çünki burada MJ minus MA-dır və deməli ağırlıq qüvvəsindən MA qədər az deməkdir. Onda deməli birinciyə C gedir. Sonra liftdəki sərnişinin çəkisi onun sükunətdəki çəkisinə bərabərdir. İkinci hissədir. Burada çəki MJ-yə bərabərdir. Burada D-ni əlavə eləyirəm. Sonra D də getdi Y. Liftdəki sərnişinin çəkisi onun sükunətdəki çəkisindən çoxdur. Yəni MJ-dən böyük olmalıdır P. Bu da yalnız 3-ə aiddir. Burada Y-ni yazıram. Növbəti sual. Cisim yer səthindən 30 metr/saniyə sürətlə şaquli yuxarı atılmışdır. Uyğun zaman intervallarını göstərməklə ilk 5 saniyə ərzində bu cismin necə hərəkət etdiyini yazın. Deməli, yer səthindən cisim V0 bərabərdir 30 metr/saniyə sürətlə yuxarı atılır. Deməli, cisim təpə nöqtəyə qədər gəlir. Təpə nöqtədə artıq cismin sürəti 0 olur. Sonra isə sürətini artıra-artıra gəlir və 5 saniyədə təxminən bu nöqtədə olur. 5 saniyə müddətində bura qədər gəlir. Cismin özü V0 bərabərdir 30 metr/saniyə sürətlə yuxarı atılır və T qalxmanı tapanda T qalxma V0 bölünsün J-dir. Yəni 30 bölünsün 10, 3. 3 saniyə cisim yuxarıya qalxdı. 3 saniyə yuxarı qalxıbsa, buradan bura qədər gəlməsini sərf etdiyi zaman isə 2 saniyədir. Deməli, ilk 3 saniyədə yavaşlayan hərəkət edir. Sonrakı 2 saniyədə isə artıq yeyinləşən hərəkət edəcək. Buradan təpə nöqtəsinə gələnə qədər 3 saniyə vaxt sərf elədi və bu müddət ərzində yavaşlayan hərəkət edir. Artıq təpə nöqtəsindən aşağı düşəndə isə sürətini artıracağından yeyinləşən hərəkət edəcək. 59-cu sual. Deməli, 50 sm uzunluqlu çəkisiz ipin ucuna kütləsi 100 qram olan cisim bağlanmışdır. Cismi şaquli müstəvidə fırladılaraq çevrə üzrə 3 metr/saniyə sürətlə bərabər sürətlə hərəkət etdirilir. Trayektoriyanın ən aşağı nöqtəsindən keçən anda ipdə yanından gərilmə qüvvəsinin modulunu hesablayın. Deməli, baxırıq. Cisim saat əqrəbi istiqamətində fırladılır, gəlir və aşağı nöqtədə bunun deməli
gərilmə qüvvəsini tapmalıyıq. Bilirik ki, bütün cisimlərin aşağıya doğru bir ağırlıq qüvvəsi olacaq. Aşağıya doğru ağırlıq qüvvəsini qeyd elədik. Digər tərəfdən iplə bağlı olduğundan isə ipdə bir tezgərilmə qüvvəsi yaranır və eyni zamanda bu çevrə üzrə hərəkətdir deyə çevrə üzrə hərəkətdə təcilimiz mərkəzə doğru yönəlir. Onda burada əvəzləyici qüvvənin düsturunu yazırıq. Təcilimiz yuxarıya doğrudur və gərilmə qüvvəsi istiqamətindədir. Ona görə ən böyük qüvvəmiz gərilmədir. Gərilmə qüvvəsini yazırıq. T çıxılsın mc bərabərdir ma. Buradan da t-ni tapanda t ma plus j olacaq. Biz də buradan sadəcə təcilin qiymətini bilmirik. Təcili tapmaq üçün də çevrə üzrə bərabər sürətlər üçün v kvadratı böl r düsturundan istifadə olunur. Gətirib yerinə yazırıq. M qalır j plus v kvadratı bölünsün r. Qoyub yerinə hesablayırıq. Cismin çəkisini 100 qram verib. Yəni m bərabərdir 100 qram. Bunu da kiloqrama çeviririk. Olur 0,1 kiloqram. Sonra 50 sm uzunluqlu deyir. Burada radiusumuz 50 sm-dir, o da 0,5 metr eləyəcək. Gətirib yerinə qoyuruq. Çəki 0,1-dir. Vururuq. J-nin qiymətini 10 verir və v kvadratı. Cismin sürəti 3-dür. Bu da artıq 9 bölünsün 0,5 eləyəcək. Alınır 2,8 Newton. Eyni istiqamətdə düz xətli bərabər sürətlə hərəkət edən iki avtomobilin başlanğıc zamanında vəziyyətləri təsvir edilmişdir. Deməli, V1 30 metr/saniyə və V2 20 metr/saniyə olarsa, ilk 10 saniyə ərzində avtomobillər arasındakı məsafənin zamanının asılılıq qrafikini çəkin. Baxırıq ki, bu iki cisim bir-biri ilə eyni istiqamətdə hərəkət edirlər. Və birinci cisimlərin görüş müddətini tapmalıyıq. Görüş müddətini tapanda t bərabərdir. S bölünsün V nisbi düsturundan istifadə edəcəyik. S deməli aralarındakı məsafədir 50 metrdir. Bunu S olaraq yazıram. V nisbini tapanda isə baxırıq ki, cisimlərin ikisi də eyni istiqamətdə hərəkət edir. Eyni istiqamətdə olanda isə nisbi sürəti V1 çıxılsın V2 formasında yazırıq. İndi yerinə qoyuruq. Aralarındakı məsafə 50 metrdir. 50-ni yazdım. Sonra 30 çıxılsın 20. Zamanı tapdıq ki 5 saniyədir. Yəni bu cisimlər 5 saniyə sonra artıq yan-yana gəliblər. Aralarındakı məsafə 0 olub və bizdən də 10 saniyə ərzində məsafənin zamanının asılılıq qrafikini istəyir. Deməli, S-in t-dən asılılıq qrafikini çəkirik. Burada başlanğıc zaman anında cisimlər arasındakı məsafə 50 metrdir. Deməli, 5 saniyə ərzində isə bunlar arasındakı məsafə 0 olacaq. Yəni bu 5 saniyədə bunlar arasındakı məsafə 0 olacaq. Yəni aşağıya doğru azalacaq məsafə. Sonra isə artacaq. Və deməli, məsafənin zamanının asılılıq qrafiki də bu formada olacaq. Biz birinci t zamanını tapdıq ki, cisimlər 5 saniyə ərzində görüşəcəklər. 5 saniyə ərzində də onların arasındakı məsafə 0-a qədər düşəcək. 5 saniyənin sonunda aralarındakı məsafə 0-dır və sonra birincinin sürəti çox olduğundan gəlib ikincini ötüb keçib gedəcək və aralarındakı məsafə də artacaq.